Bugünkü mövzumuz vaginoplastika haqqındadır. Vaginoplastika uşaqlıq yolunun ön arxa divarının bərpası üçün icra olunan əməliyyatdır. Bununla yanaşı vaginoplastika əməliyyatı sonrası xanımların cinsi həyatdakı diskomfortları aradan qalxır, vagina maksimum daralır. Əməliyyata əsas göstəriş pasiyentin çox saylı anamnezində doğuşlarının olması, doğuşlarının travmatik keçməsi və çox saylı abortlarının olmasıdır. Bütün bunlarla yanaşı progresiv yaş faktoru və arıqlama, kökəlmə də zamanla uşaqlıq yolunun sallanmasına səbəb ola bilər. Vaginoplastika əməliyyatından sonra pasientlərin sidik qaçırma, sidik hissəsi tam boşalda bilməmə kimi hissləri varsa aradan qalxır. Asqırıb öskürərkən olan sidik qaçırmalarınız da bərpa edilmiş olur. Bundan əlavə arxa divarın sallanması olan xanımlarda isə qəbizlik, defekasiya aktı zamanı əllə özünə kömək etmək kimi hallar da bərpa edilir. Levatoplastika əməliyyatı icra olunaraq vagina maksimum daraldılır, nəticəmiz qalıcı olur və levatopastikadan sonra qat-baqat hər qat öz sapı ilə bərpa edilir. Bizim əməliyyatımızın üstünlüyü də bundadır ki, bizim pasientlərimizdə təkrar genişlənmə olmur. Xüsusi saplardan istifadə edildiyi üçün kosmetik tikişin yerində heç bir ağrı olmur. Bizim pasientlər əməliyyatın səhərsi günündə tam ağrısız evə buraxılırlar, normal həyat tərzinə elə qaldıqları yerdən davam edirlər, hətta vaginoplastikadan sonra oturmağa belə icazə verilir. Əziz xanımlar, həkim seçimi edərkən çalışın sağlamlığınızı peşəkarlara həvalə edin. Bizimlə hər zaman sağlam və özgüvənli olun.